Bu gün evlərdəki fəsadlar, cəmiyyətdəki fəsadlar adətən günahı düşünmədən başlayıb. Bu günləri sosial şəbəkələrdə, məsələn, oturub o baxırlar, günah kadrlarına baxırlar, yavaş-yavaş onun düşüncəsində, o təfəkküründə bu şeylər formalaşır. Şuuraltı mesajlar gedir insana. Bu, düşmənlərin oyunlarıdır ki, bu cür günahları gözəl cilvələndirirlər kinoların vasitəsilə, serialların vasitəsilə və ailələri məhv edirlər. Seriallar nə qədər günahları cilvələndirir? Açıq-aşkar insanı dəyərlərə zidd bir hadisəni elə çəkirlər, elə formalaşdırırlar ki, hamımız oturub baxırıq və o mənfi qəhrəmanın nəticədə nailiyyət əldə eləməsini istəyirik. Bəzi filmlər var, mən istəmirəm konkretləşdirim. Ki, məsələn, xəyanət dolu səhnələrdə, hətta biz də gözləyirik ki, bir bunu tutan olmasın bu xəyanətin üstündə. Gör necə onu cilvələndirirlər. Nəticə etibarından gətirirlər, bunları düşüncələrdə bu toxumu səpirlər. Ona görə şəriət deyir ki, günahın barəsində düşünməyin və günahın barəsində düşünmək özü bir günahdır.